Evinizə bərəkət gətirən 10 gözəl adət. 1. Səhər tez yuxudan oyanın. Ruzi sübh vaxtı paylanar. 2. Evinizi təmiz saxlayın. Təmizlik rəhmətin dəvətidir. 3. Evdə zibil saxlamayın. Negativ enerji olaraq evinizdən uzaqlaşdırın. 4. Namazı vaxtında qılın. Heç bir iş və heç kəs Allahdan mühüm deyil. Ruzinin açarı Allaha yönəlməkdədir. 5. Evə daxil olarkən salam verin. Mələklər salama gələr. 6. Süfrəyə ev əhli ilə birgə oturun. Birlikdə yeyilən yeməkdə bərəkət olar. 7. Pis sözlərdən və küfürdən uzaq durun. Qəlbinizə, dilinizə yaraşanı danışın. 8. Ayaq yolunu təmiz və qapısını bağlı saxlayın və evinizin xoş qoxulanmasına diqqət edin. 9. Gecədən çirkli qabları saxlamayın. Gecədən təmizlik gündüzə fərahlıq gətirər. 10. Quran oxuyun və dinləyin. İlahi kəlamla evinizi nurlandırıb bərəkətləndirin.